Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xalq artisti Ağdada Şağıyev 3-cü həyat yoldaşından danışıb. Həftənin qonağı verilişinə qonaq olan sənətçi Pərifinə xanımın xərçəngdən əziyyət çəkdiyini deyib. Mənim həyatıma böyük rol oldu. Dimdik durmağımda rolu böyükdür. Restoranın işini ona tapşırmışdım. İnsanlar tərəfindən gözəl qarşılandı. Allah onun şəfasını versin. Tibbə indi məlum olan bir xərçəng növündən aşkarlanıb. Hər 4 aydan bir əməliyyat olundu. Sonuncu dəfə onu əməliyyata qəbul etmədilər. Türkiyədə müalicə alır. Onun bir qız övladı var. Ona övladım kimi baxıram. Onu oxuduram. Qeyd edək ki, Ağdada Şağıyevin 2 evliliyindən 3 oğul, ikinci nikahdan bir qız, bir oğul övladı var.